Sabahınız xeyir olsun mənim əziz qızlarım. Mən istəyirəm sizə sistemdə necə işləmək lazımdır, onun qaydasını öyrədim. Ən önəmli birinci hardan başlayırıq? Ay sonuna yaxınlaşırıq, düzdür? Ümumiyyətlə bunu hər ay ərzində etmək lazımdır. Deməli hər bir rəhbər, əməkdaş adına yeni əməkdaş dəvət edibsə artıq rəhbər sayılır, düzdür? Və hər bir rəhbər də özü öyrənməlidir ki, arxasıca gələn əməkdaşlara bildiklərini ötürə bilsin, öyrədə bilsin. Çünki komanda bu cür qurulur. Deməli, hər biriniz öz kodunuzla, şifrənizlə səhifənizə daxil olursunuz. Daxil olandan sonra menyu bölməsinə keçid eləyirsiniz. Menyu bölməsində baxın, gəlirik aşağıya, hesabatlar var. Hesabatların üstünə basırıq, gəlir baxın belə bir səhifə. Ümumi hesabatlar, faktura üzrə falan, ham analitika, hər bir şey gəlir. Görürsüz? Mənə nə lazımdır? Mənə imtiyazlı müştərilər üzrə hesabatlar lazımdır. Basıram onun üstünə. Baxın, dövr ərzində mənim imtiyazlı müştərilərimin alışları. Mən bilməliyəm ki, dövr ərzində, yəni tutaq ki, bu ay ərzində mənim şəxsən öz adıma yazılan, deməli, imtiyazlı müştərilərim nə qədər alış-veriş ediblər, o səhifəyə baxın. Gəlirəm, basıram bunun üstünə. Gəlir belə bir səhifə çıxır. Görürsüz, bu səhifə açıldı. Yuxarıda dövr ərzində mənim imtiyazlı müştərilərimin alışları. Bu səhifə açıldı. Bunlar hamısı, bu əməkdaşlar hamısı mənim imtiyazlı müştərilərimdir. Şəxsən öz adıma qeydiyyat olan əməkdaşlardır. Və imtiyazlı müştərilərimin birinci səhifədə soldan birinci kodu, adı, soyadı, sonra qeydiyyat, doğum tarixi, telefon nömrəsi, Gmail-ı ya və yaxud e-mail-ı və sonda mənə ən lazım olan hissə hansıdır? Dövr ərzində alışlar. Birinci əməkdaşımız, baxın, yanvar, fevral, mart və aprel aylarında. Görürsüz, səhifəni göstərir. Aprel ayında 25 manat 50 qəpiklik məhsul götürüb. Mən misal üçün əgər istəyirəmsə öyrənəm görüm yanvar ayında məhsul götürübmü, basıram həmin o tarixin üstünə. Ayın 1-i, gördünüz? 1-i 2025-ci il. Basıram onun üstünə. Hətta nə götürdüyünü belə görürəm. Deməli, bu əməkdaşı yalnız aprel ayında məhsul götürüb və 25 manat 50 qəpiklik. Bir şeyi nəzərinizə çatdırım ki, həmişə bu səhifəyə baxanda siz bilirsiniz ki, biz keşbeki 30 baldan sonra götürməyə başlayırıq. Bunu həmən əməkdaşlara başa salın ki, bax, burada sən 25 manat 50 qəpiklik məhsul götürmüsən, tutaq ki, bunun balı 25 baldır. Sənin 5 balın da əlavə olsa, sən artıq buradan keşbek qazanacaqsan. Əks halda sən heç bir şeyi qazanmış olmursan. Bunu əməkdaşa bildirirsiniz. İkinci əməkdaşımız, fikir verin, 4 ay ərzində ardıcıl alışları yoxdur. Yəni heç bir alış-veriş etməyib. Bu əməkdaşa və yaxud üçüncü əməkdaş 2 ay ərzində ardıcıl alışı yoxdur. Bu əməkdaşla deməli işləmək lazımdır. Ona informasiya ötürmək lazımdır, ona məlumat vermək lazımdır məhsullar haqqında. Biz nə qədər çox məhsulları reklam edirik, bir o qədər də çox alışlarımız olur. Növbəti əməkdaşımız, fikir verirsinizsə, yanvar-fevral aylarında alış-veriş edib, amma mart-aprel aylarında etməyib. Bu əməkdaşla da şəxsən danışmaq lazımdır və bu qaydada siz əməkdaşınızın, yəni imtiyazlı müştərilərinizin hansı aylarda, hansı məbləğdə alış-veriş etdiklərini görə bilirsiniz. Baxın, burada hətta 6 ay ərzində ardıcıl heç bir alış etməyən əməkdaşlar belə var. Və yaxud hər ay ərzində fikir verirsiniz, yanvar, fevral, mart, aprel ayları ərzində hər ay alış-veriş edən əməkdaşlarımız belə var. Bu qaydada siz səhifənizə daxil olaraq imtiyazlı müştəriləriniz, şəxsən öz adınıza olan imtiyazlı müştərilərinizin nə qədər alış-veriş etdiyini görürsünüz. Mən bir qaydanı da sizin nəzərinizə çatdırım. Baxın, burada hamısı bölməsinə gəlirəm sonda. Siz sadəcə səhifəyə girin və səhifəyə girəndən sonra sistem özü hər bir şeyi sizə başa salacaq. Sizin əmtəə dövriyyənizdə məhsul qrupları, fakturalar üzrə hesabatlar, analitika, informasiya hesabatı, sadiqlik bonusu. Siz səhifəyə daxil olaraq əgər komandanızda sadiqlik bonusu əldə etmək istəyən əməkdaşlar varsa, ora belə daxil olub baxa bilirsiniz. Mənim komandam, məsləhətçinin, mənim strukturumun alış-verişləri bunun üstünə basanda ümumi olaraq gələcək komandada həm imtiyazlı, həm müştəri fərqi yoxdur. Strukturumda olan əməkdaşların alış-verişləri gələcək.
Sonra ən əsası nəyi bildirmək istəyirəm? Mənim strukturumun məsləhətçi fəallığı. Mənim strukturumun məsləhətçilərinin fəallığı. Bunun da üstünə basanda artıq imtiyazlı yox, məsləhətçilərin də fəallığı görsənəcək. Hansı məsləhətçi aktivdir, hansı məsləhətçi aktiv deyil. Komandamın şəxsi dövriyyə üzrə fəallığı. Bu nə deməkdir? Bu o deməkdir ki, komandamda olan əməkdaş şəxsən öz adına neçə bal vurur. Yəni, komandasında, adında imtiyazlı və məsləhətçilərin vurduqları balı hesablamamaq şərti ilə şəxsən özünün vurduğu bal nə qədərdir? O göstərilir. Sonra ən əsası, baxın, bax, bura gəldim. Klub 200, klub 1000 sertifikatlar, klub 1000 detallaşdırma. Klub 200 detallaşdırmasına baxmaq istəyirəm. Tutaq ki, istifadə edilməyən dəstlər cari ayın dəsti istifadə edildikdən sonra bərpa edilə bilər. Yəni, burada mən baxıram ki, klub 200-ünü götürməyən əməkdaşım yoxdur. Və buradan izləyə bilirəm. Və yaxud klub 1000 sertifikatları, baxım görüm ümumiyyətlə klub 1000 sertifikatı götürən qızların varmı? Aha, qar dənələrinizin sayı. Bir dənə qar dənəsi var. Fikir verirsinizsə, bax, burada da qeyd olunub. Mükafatlar, sertifikat 75, 150, 300 və 500 manatdır. Kimlər ki, deməli, şəxsi 1000 bal edir. Və qar dənəcikləri 3, 6, 10 və 12 ədəd. Və buradan da sertifikatları görmək olur. Sonra o mənim şəxsi idi. Strukturumun klub 200-ü, klub 1000-i. Baxım strukturumun klub 200-ünə. Görüm komandamda olan əməkdaşlardan hansılar klub 200-ü götürməyib və yaxud qırılıb və yaxud yarım qalıb. Aha, baxırıq bura. Görürsünüz, qırmızılarla göstərilib. Klub 200-ün potensial üzvləri. Keçirik bura. Baxın, qırmızı və yaşılla. Qırmızılar qırılanlardır, qızlar. Kimlər ki, balını tamamlamayıb və beləliklə də qırılıblar. Yaşıllar isə, fikir verirsinizsə, hamısı 200, 200, 6 klub 200-dən 3-ünü götürüblər. Baxın, burada Ramil bəy 3-ünü götürüb, digərləri qalıb. Sonra 6-dan 4-ünü və 6-dan 6-sını da götürüb. Kimdir bu 6-dan 6-sını götürən? Əfsanə xanım. 6-sını da götürüb. Gördünüz, bu qaydada da siz komandanızda olan əməkdaşların klub 200-dən qırılan və yaxud qırılmayanlarını görə bilirsiniz. Burada Pərviz bəy, deməli, aprel ayında klub 200-ə qoşuldu artıq. Və istifadə olunmuş dəstlərin sayı. Hikmət bəy və Tağ bəy öz klub 200-lərini 6-dan da 6-sını götürüblər. Bu qaydada bunları izləyə bilərsiniz. Ümumilikdə, bax, bu səhifəyə hesabatlar bölməsinə girsəz, siz hər bir şeyi buradan öyrənə biləcəksiniz. Çalışın savadlı formada özünüz öyrənin ki, komandanızda bütün əməkdaşlara öyrədə biləsiniz.